Verilişi Azlet Event LED monitor həlləri və Sushi Home by Fərəhin sponsorluğu ilə təqdim edirik. Hanımlar ve cənablar, qarşılayın Elşən Orucov və İlkin Həsəni. İki başlı. İki başlı. Axşamınız xeyir olsun. Dəyərli tamaşaçılarımız, canlı efirdəyik, ARB-dəyik və iki başlı efirdədik. Xoş gəlmişsiniz. Hoş gelmişsiniz. Salamlayırıq hər birinizi və Musanı da salamlayırıq dostlarımızı. Xoş Musa gəlmişsiniz. və onun musiqiçiləri, bizim musiqiçi dostlarımız. Hamınız xoş gəlmişsiniz. Sizdən də bugün maraqlı ifalar gözləyirik inşallah. Necəsən İlkin? Mən çox Əziz yaxşıyam, dostum, gözəl insan. əlayam və bilirəm ki, sən də yaxşısan, əlasan. Yaxşıyam, Bir balaca qorxurdum sözün düzü, nəyə görə? Çünki bizim ötən həftəki cəzamız elə bir cəza idi ki, Bakının indi may havasını tutmaq olmur da. Gah isti olur, gah soyuq olur. Bir anlıq fikirləşmişdim ki, içindəki o insani ilkin mənə demişdi ki, birdən Elşən soyuqlayar, nəsə başına gələr, xəstələnər, verilişə gələ bilməz, nə bilim. İndi iki başlıdan başqa layihələrində var. Birdən də işi yarımçıq qalar, amma baxıram görürəm ki, maşallah, top kimisən. Yox, bu deyirsən yaxşı. Bunu niyə əvvəldən fikirləşmirsən? Bu cəzanı təyin eləyəndə niyə fikirləşmirsən? Əslində sənə daha rahat bir şey düşünəcəkdim, amma baxdım, gördüm ki, mənə qarşı bir balaca qərəzli idin keçən həftə. Fikirləşdim ki, elə sənin öz cəzavı sənin özünə qaytarım. Ola bilər ki, ya elə də yaxşı eləmədin. Ola bilər ki, bu gün mən qalib gəlsəm, sənə elə bir cəza verim ki, sən o cəzadan utanasan. Utanmam. Utanasan. Sözün yaxşı mənasında. Onsuz da elə verdiyim bütün cəzalardan utanıram. Yəni biləsən. Biləsən. Yeri gəlmişkən iki başlı ARB TV Instagram səhifəsi artıq aktivdir və siz yalnız səs verərək İlkin və yaxud da Elşən seçib səsinizi verə bilərsiniz. Verilişimizin sonuna təxminən 1 saat yarım sonra isə biz artıq o səs vermənin nəticələrini elan eləyib gələn həftə kim cəzalı olacağını təyin eləyəcəyik. Fikirləşirəm ki, İlkin, yeganə bəlkə də təklük adamlardanam ki, may ayında dənizin necə deyilir, siftəsini elədiyim. Bəli, siftəsini eləmişəm. İlk dəfə eləmişəm. girdim. Yəni məsləhət deyil, soyuq idi, biləsiniz. Xüsusilə də əgər siz o dənizə kostyumda girirsinizsə, nəzərə alın ki, ətrafda olan, nə bilim, balıqçıların baxışı yadımdadır. Balıqçıların baxışı yadımdadır. Elşənə çox qəribə şəkildə belə baxdılar ki, yəni bu insan may ayında kostyumda geyinib, keçinib, niyə dənizə girir? Bax, o sual. Niyə axı? Adətən biz həmin o cəza hissəsini verilişimizin əvvəldə veririk. Amma bu dəfə xahiş eləyəcəm bizim rejissorumuzdan, xahiş eləyəcəm ki, qonaqlarımız gələndən sonra, çox xahiş eləyəcəm. Nə əlavələrdir? Qonaqlarımız gələndən sonra... Yox, bir dənə, olsun, mən razıyam. Niyə o əlavədən mənim xəbərim yoxdur? Çünki mən qonaqların reaksiyasını bilmək istəyirəm ki, görüm onlar nə reaksiya verəcək. Bu cəza səndə olanda niyə istəmirsən? Gələn həftə sən də eləyərsən. Çox uzatmayaq, qonaqlarımızı elan eləyək. Yox, xatırlatma eləyək, cəzanın xatırlatmasını eləyək. Bayaqdan nə eləyək? Ötən həftəyə baxaq, dostlar. Ötən həftəyə baxaq. Sonuncu dəfə səs verməyə baxaq və... Yığışdıraq təzədən verək. Belə eləyək də, həmin o drift məsələsini Məncə əladır. istənilən vaxtı, istənilən hava şəraitində eləyə bilərəm. Yağış yağsa belə ondan sonra. Amma ki, Elşənin bu kostyum olsun, yoxsa başqa bir kostyum olsun? Çox qəddarsız. Elşənin bu kostyumda, bax elə bu ayda dənizə girib, oradan tamaşaçıları salamlaması yaxşı olar. Mən fikir bildirmək istəmirəm. Mənə qarşı fikirləşmişdim bunu. Hərçənd ki, mən sənə sadə cəzaları fikirləşmişəm həmişə. İndi isə əziz dostum, buyur növbəti həftə tamaşaçıların qarşısına bax elə dənizdən onları salamla. Dəniz cəzası ilə biz davam edirik. Nə qədər gülərəm. Olsun.
olsun və oldu. Bəli. Deyirsən indi təqdim eləməyəm. Xeyr. Mən qonaqlarımızın o reaksiyasını görmək istəyirəm və səbirsizlənirəm. Çünki qonaqlarımız bizim çox sevdiyimiz, bizim üçün çox əziz olan qonaqlardır. Çoxdan da onları görmürük. Ola bilər elə siz də efirlərdə görmürsünüz və düşünürəm ki, bugünkü iki başlı efirimizdə onların gəlişi xüsusi bir rəng qatacaq bizim verilişimizə. Onda elə birinci qonağı dəvət eləyirəm. Qarşılayın dostlar, bizim əziz dostumuz, çox istedadlı, çox sevilən bir insan gəlir. Ayaz Qasımov dostlar! Gide İstanbul'a ikimiz. Ayaz Qasımov dostlar. Ayaz, xoş Xoş gəldin gəlmisən sən bir əziz daha. dostum. Səni görmək xoşdur. Təşəkkür edirəm. Xoş gördük sizi. Axşamınız xeyir olsun. Biz səsinizi bir daha eşidə bilərikmi? Demək olar ki, Ayaz sevərlərdir bugün bizim verilişimizdə. Amma nədənsə mən hiss elədim ki, İlkin sevərlərdir. Daha çox çünki qohum gördüm əqrəbən Elşan gedib. deyəndə olmadı, İlkin sən deyəndə. Qohum əqrəbən İlkin sevərlər. Eyb yox, olsun. Reklamlardan sonra məni də dəstəkləyənlərin səsini eşidərik. Onda biz gedək. Reklamlar dostlar, qısa ara. Məşq eləyin, reklam vaxtı. Ver mənim eşkimi, o sənə heç gərək deyil. Gəl qaytar eşkimi, o solğun bir çiçək deyil. La 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 la, la 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 la, la 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 la, la 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 la, la 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 la, la 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 la, la 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 la. Təşəkkürlər Musa. Çox sağ ol, təşəkkür edirəm. Və sıra gəldi, çatdı. Ayaz bir daha xoş gəlmisən və Çox sağ olun, xoş gördük. Elşəni sevərlərin də bir dənə səsini eşidək ondan sonra. Lazım deyil. Çox sağ ol. Lazım deyil. Ehtiyac yox idi. Sıra gəldi, çatdı bizim Buyur. ikinci təqdim. qonağımıza. Sən veriliş başlayandan yaman başlamısan Darıxma, maşallah. hələ birazdan bizim cəzamız Yaxşı, var. buyur təqdim elə. Və ikinci qonağımız çox sevdiyimiz, çox əziz, çox istedadlı, çox mərd Alma xanım gəlir. Alqışlar dostlar. Məndə yanan ürəyimdəki alınları Xoş gəlmisiniz. Təşəkkür edirəm. Necəsiz? Xoş gördük. Yaxşı, siz necəsiz? Yaxşı, şükür Allah, xoşdur sizi görmək. Sizi də yaxşıyıq. görmək xoşdur. Həmçinin əziz sənət dostumuz Ayaz bəy də. Çox minnətdaram, Almat. Xoş gəlmisiniz. Əziz dostlar, siz də görmək çox xoşdur. Can, qarşılıqlıdır. Hamını görmək çox xoşdur. Qarşılıqlıdır. Ayazla dostluğumuz artıq neçə illərə 20 ildən dayanır. çoxdur. Ayazı ilkin hər dəfə görəndə nə yadıma Nə yadıma düşürür? deməyim Ayaz. Axır Deməli, nəzərdə elə Ayaz şey var ki, danışılası bir şey demək olar, elə şey var, demək olmaz. Ayaz canlı efir deyə qoy deyil. WhatsApp Ayaz. İlkin yadımdan da o var. Kəsəcəklər. Demə, olsun, demə. narahat olma. Deməli Ayazla bir Kəsəcəklərsə dəfə deyil, problem yox. Ayazla bir dəfə yadıma gəlir. Hansı rayon idi yadıma gəlmir. Tədbirə getmişdik. Çox adam vardı orada incəsənət sahəsində. Gecə saat 2-də Ayaz dedi ki, uşaqlar bir dəqiqə dayanın, maşını açdı, bagajdan sintezatoru çıxartdı. İndi biz də fikirləşirik ki, axşam da bir gözəl musiqiyə qulaq Mən deyirsən harda olub? Əla. Qubada. Qubada ola bilər. Ya Quba Bir idi ya dəqiqə. Nabran yox, idi. da- Nabran. Nabranda. Bilsən niyə ona görə yadıma düşdü ki, bu bir dəfə olub. Birinci və axırıncı dəfə. Çünki Qədrini bilmədi, son yerdə Bilsən ikinci məni dəfə nə oldu. yandırır əzizim? O nə olub ki? O vaxtı bizim kluba gedən vaxtımız idi. Sən bizi hamımızı yığdın sintezatorun başına. Mən sizə bu günləri hazırlayırdım. Bəli, deməli ilkin. Dedik ki, gözəl bir musiqiyə qulaq asaq. Olar, gecə saat 1-dir. Ayaz başladı, maşallah gözəl musiqilərdən oxudu. 1, 2, gecə saat 3. Ayaz nətər eləyək? Bir dənə mahnı var burada. Əla 1, 2, səhər saat 6. Ayaz bəlkə yatağı hamımızda. Darıxmır. Biz getdik yatmağa. Ayaz gördü. Ayaz maşallah o qədər sevir ki musiqini. Çünki musiqi mənim həyatımda, əziz dostum, qardaşım. Elə vurğulamaq istəyirəm elə bu mövzu ilə əlaqədar. Musiqini mən o qədər sevirəm ki, bax qeyd elədiyiniz kimi, yəni saatına baxmadan, məqamına baxmadan, məkanına baxmadan, mən musiqi mənim həyatımdır, musiqi mənim hər şeyimdir. Yəni, ona görə də
böyük zövqlə dostlarımın yanında daha çox belə ürəkli o saatlarla ifa eləyərəm və əlbəttə ki, bizi dinləmək istəyən hər kəsin qarşısında çıxış eləməkdən böyük qürur hiss edirəm hər zaman. Var olun. Ayaz almışdıyaq ürəkdən. Çox sağ ol. Ayaz, sən musiqini sevdiyin qədər də Elşən dənizi sevir. Ha, bayaq Biləsən, gördüm, nə məsələdir? Özdə onu saxlayaq. Özdə yox. Ya, elə şey Vaxtıdır, deyəşəm. vaxtıdır. Biabır elədin sən mən. Bizim verilişimizin konsepti belədir ki, Diyako gəlsin. biz bir-birimizə cəza veririk. Yəni kim qalib olursa Çox verilişin istədiyimizdən sonunda Əsl dost belə olar. bir-birimizi bəli, çox istədiyimizdən bir-birimizə layiqli cəzalar verdik. Gəl cəzalar da ekranda geçsin, arxada Hə, görsünlər. bu ötən verilişlərimizdə olan cəzalara indi baxın, amma ötən həftəki verilişimizin cəzası Elşən yeyək. Bu elə də cəza deyil. ötən verilişimizin cəzası o idi ki, özü soyuq vaxtı vermişdim mən həmin o cəzanı. Çox təəssüf ki, bəxti gətirdi, bir balaca hava günəşli oldu. Cəzası o idi ki, Elşən kostyumlu dənizə girməli idi. Ona görə də mən istərdim ki, hal-hazırda bizim gözəl 2 dəqiqəlik bir süjetimiz var. Onu izləyək. İzləyək. Gəlsin. Və budur, biz cəzamızı çəkmək üçün Hövsan çimərliyinə gəlmişik. Mənim əziz dostum Elşən ötən həftə bu cəzanı mənim üçün tətbiq eləmək istəyirdi, amma özünə tətbiq olunacaq bugün bu cəza. Kostyumla dənizə girmək necə bir hissdir? Saxla bir dənə söz deyim. Onu süni intellektlə deyə zarafatsız. Nə ilə? O çox soyuqdur, süni intellektlə. Süni intellektlə. Bilinmir də onsuz da. Hayır ki, nə bir şey olsa, xəstələnsən, pis olmazsa. Qəti, pis olmalı. Gözəl. Getdik, hazırsan? Verilişi tək aparıram, özü də qəmli. Getdik. Buyur əziz dostum. Get biraz da. Yok. Get. Get. Gir suya. Ay sağ ol. Çok güzel görüntülü, yox? Əla görüntülü. Yəni bir adam kostyumla niyə dənizə girsin? Niyə Elşən, niyə? Gözlə həmin o kadrı çəkim. Biraz şappıltı ilə zadla gəl. Nə deyirəm, hər şeydə inanır. Sən başı oynasın. Bununla da bugünkü cəzamız bitdi. Mən sənə dəfələrlə dedim, onları niyə götürüb vermirsən efirə? Necə? Orada mənə deyirsən, gəl, onları niyə götürüb efirə vermirsən? Hə, sən baxmamışdın süjetə. Yox. Xəbərin yox idi. Mən sənə güvənirdim. Bu nə deməkdir ki? Güvənirdin. Lap orada qorxulu bir şey yox idi ki, sən hələ bilirsən nədən qorx? O çəkdiyim var idi video. Hə, paltarımı əynimi dəyişəndə çəkdim. Sən ondan qorx ki, mən də onun üçün nələrsə süni intellektə hazırlayım və paylaşım. Yaxşı, səs vermə necədir vəziyyət dostlar? Səs vermədə vəziyyət necədir? Aha. Səs verməmiz 70% Elşən, 30% İlkin. Mən bilərəm bu gün nə edərəm İlkin sənə. Baxarıq. Qonaqlarımızdan söhbət eləyək, sonra qayıdarıq əsas məsələyə. Alma xanım, necədir vəziyyət? Valla mənim ürəyim ağradı bu dəqiqə. Elşənə görə. Mənə hələ barəsiz Alma xanım. Siz hələ nə görmüsünüz? Hələ mənim başıma nələr oynatıb. Biz öyrəşmişik təsirləndim. 20 ilin dostluğudur. Necəsiz, necədir işlər? Yaxşı olun, çox sağ olun. Sizi gördük, daha da yaxşı olduq. Gözəl ab-hava var, həmişəki kimi. Ümidvaram ki, elə sona qədər davam eləyəcək. İnşallah. Həmişə maraqlı olub sizdən soruşum. Repertuarınızı, mahnınızı özünüz seçirsiniz, yoxsa məsləhət görən insanlar var? Özüm də seçirəm. Ətrafımda həmin mahnı göndərilən anda yanımda kimlərsə oldu, ailəm oldu, dostlarım oldu. Yəni sırf bir adam yoxdur ki, onunla məsləhət eləyəsiniz. Atamdan da bəzən göndərirəm, Çünki məsləhət alırım. son vaxtlar maşallah çox gözəl mahnılar oxuyursunuz. Çox sağ olun. Əla. Yox, elə birinci gərə öz ürəyimə yatsın. Aha, birinci seçim özümüzdədir. Birinci öz ürəyimə yatır.
Sonra Mən sözün düzü son illər Alma xanımın o hitlərini o hit olandan sonra bilmişəm ki, bu ifaçı Alma xanım imiş, sən demə. Çünki daha öncə bilmirəm, indi səs dəyişikliyi yoxsa bir səs dəyişikliyi olub, bəli. yanaşma mı deyim, yoxsa səs dəyişikliyini deyim. Yəni əvvəlki Alma xanımdan tamamilə fərqli bir, yeni bir Alma xanım meydana gəlib və bütün trendləri də zəbt eləmişdi. Həm də əvvəl elə bil ki, sizi xanəndə kimi tanıyırdıq. Sonradan estrada sayəsində. Bəli, daha çox pop janrına meyl elədim son illərdə. Razıyam. Axır zaman maşallah çıxış. Düz eləməmişsən. Axır zaman maşallah çıxışlarınız da sosial şəbəkələrdə. İcazə verirsə Alma xanım haqqında 2 kəlmə mən Buyur, əzizim, buyur. Sənət dostu olmamıza görə demirəm bunu, özü də yaxşı bilir. Biz həyatda da həqiqətən çox hörmət elədiyim dostlardandır Alma xanım. Qarşılığıdır. Gənc olmasına baxmayaraq çox istedadlı bir xanımdır və mən sizə əmin edirəm ki, istər Spotify, yəni playlistində, istər ümumiyyətlə hər yerdə, YouTube-da da mən hər zaman Alma xanımın səsinə qulaq asıram. Yox, valla bu həqiqətdir. Həqiqəti deyirəm, bilmirəm, bəlkə də sən mən xoş getsin deyə deyirsən. Yox, valla, açıb telefonumu görsəz, göstərə bilərəm. Yaxşıdaram, əzizim, çox sağ ol. Birazdan baxarıq telefonlarınıza. Alma xanım Azərbaycanın ən dəyərli səslərindən. Var ol, əzizim, əstəğfurullah. Ayaz, elə yaxşı yadıma düşdü. Sən mənə əziz doğma insansan, maşallah. Sedat da göz qabağında. Əziz doğma insan olsaydı, səhərə kimi oturub qulaq asardın ona, gedib yatmazdın. Yox, qulaq asdım, 4-də getdim. Qulaq asmır, gedib elçilə qulaq asmır. Kotejlərimiz yan-yanaydı. Dedim ki, uzanım, elə sənin səslərini də elçinlər işləyirdi. Dedim, mən Ayaza çox qulaq asam, mənəm, gedirəm elçinə qulaq asam. Ayaz, Elçini də salamlayıram efir vasitəsilə, yeri gəlmişkən. Ona da uğurlar arzulayırıq, konsert olacaq yaxınlarda. Əziz dostum Elçin Cəfərova uğurlar. Buradan da bir alqışlar, salamlar göndərək. 29 may Heydər Əliyev Sarayı. İnşallah hər kəs oradadır. Çox yeri gəlmişkən Ayaz, nə vaxt inşallah konsert? Çox da görünmür əslində ki, bir dəyişikliklər var hal-hazırda məndə. Amma istəyirəm efir vasitəsilə bildirim ki, çox yaxın vaxtlarda fərqli bir formada tamaşaçılarımız məni görəcəklər. Yəni, kilo atmaq fikrindəyəm və buna görə də Pərvanə xanıma minnətdaram. Artıq başlamışıq. Birinci gündən də? Bəli, birinci gündən etibarən dietamız başlayır. Ciddi şəkildə, ciddi. Hər şey ya birinci gündən başlayır, ya gələn ayın. Yox, sözün əsl mənasında birinci gündən başlayır. Çünki toydayam, bu həftə sonuna görə vaxtım yoxdur. Birinci günə həm də ki, bizim üçün boş vaxtlardır da. Bilirsiniz, həftə işi bizdə boş vaxtlardır. Amma həftə sonları işləyirik, çalışırıq. Əksəriyyətimizin toyları da birinci gün olduğuna görə bilirik. Deyil, əksinə. Show business toyları. Hə, show business toyları. Əslində, bu ara həqiqətən çox oldu show business toyları. Allah hamıya can sağlığı versin. Tək ki, xoş günlər olsun, toylar olsun hər zaman. Konserti demək. Konserti, hələ ki, dedim axı ki, fikirləşirsən. Yox, fikirləşmirəm. Əslində qalsa mən bu dəqiqədə konsert edə bilərəm. Sadəcə olaraq özüm istədiyim o formanı, səhnə formasını alana qədər, hansı ki, fikrimdə var da, indi mənim özümün də maraqlı ideyalarım var. Konsert eləmək istəmirəm. Mən elə belə konsert eləmək istəmirəm. Yəni, istəyirəm ki, çəkimi azaldım birinci növbədə. İkinci növbədə mahnılarımın akustik versiyasını və bir neçə, belə deyək, remix versiyasını hazırlayım, belə deyim, gündəmə gətirim ki, sabah konsertə gələn qonaqlar deməsin ki, bu, bəlkə bir 20 bundan əvvəl eşitmişdim deməsin də. Yeni vaxtlarda eşitsin, köhnə mahnılarımı, keçmiş mahnılarımı da bərpa etmək. 2 konsertli mahnım var. Var, əlbəttə, amma ən çox sevilən mahnılarımı bir araya gətirmək üçün yenidən tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Ondan sonra artıq konsertlə bağlı düşünmək olar. Onda belə başa düşdüm ki, gələn həftənin birinci gündən həm mənə ciddi rejimdə hər iki məşq başlayır da, həm idman məşqləri, həm də musiqi məşqləri. Uğurlar. Xeyirli olsun. Sanki, bax, çoxunuz da yəqin ki, bunu hiss eləmişsiniz. Yəni, bir neçə ildir ki, bir çox sənətçilərdə, müğənnilərdə qəribə bir sükut var idi. Sanki yolu başqalarına vermişdilər ki, hə, oxu baxaq görək sən nə oxuyacaqsan, amma o oxuyanlar da artıq getdi, yoxdur. Trendlərimiz artıq təmizlənib. Və ona görə tam gecikib də. Bəli, trendlərimiz də artıq təmizlənib və bir çox müğənnilərə... Ona qədər fikir vermirdim, hələ ki baxırdım. Trendlər Ayazı kökəldirdi. Bir çox müğənnilərə telefonlarımızda olduğu kimi yenilənmələr gəldi də. Ayaza həmin o yenilənmə gəldi, o update gəldi, yoxsa yox? Gəlib. Artıq düşünürəm ki, bu günə qədər, baxın, 23 ildir artıq səhnədəyəm. 23 il ərzində əgər tamaşaçılar bugün də Ayaz Qasımov adını
öz yaddaşlarında saxlayıb və öz özəl günlərində, ən vacib günlərində Ayazı yada salırlarsa, mən baş əyirəm əvvəla tamaşaçılarımızın qarşısında, bizə dəyər verən insanların qarşısında və eləcə də mənə də o stimul verir, motivasiya verir ki, mən daha çox işləyim öz üzərimdə və hələ nə qədər ki varam, nə qədər ki Azərbaycan tamaşaçısı var, Allahın izni ilə bütün işlərimizi onlara ən yüksək səviyyədə, keyfiyyətli və ən vacibi səviyyəli şəkildə təqdim edə bilərik. İnşallah, inşallah. İlkin Gözəl insansın. yaradıcı adamların indi ətrafımızda da dostlarımız var da, görürsən. Yaradıcı adamlarda hamısında belədir də, həvəslə bağlıdır. Elədir. Birdən ya Həvəslə, sənət insanı həvəslə. düşürlər. Elədir. Məsələn, Ayaz maşallah bir ara Dostlarımız ancaq da xitlər bilirlər. oxuyurdu. Ancaq Həvəsdən xitlər. düşdü, qutardı getdi. Mümkün Ayaz, deyil. o 2 biletin var, oxudun, pandemi düşdü, yoxsa pandemi sonra gəldi? Yox, pandemiya vaxtı oxudum onu. Orada biraz sarkazm vardı. Yəni, yəni bilirsiniz gedən ki, biri- heç kəs heç yerə gedə bilmirdi. Və düşündüm ki, mahnının fişkası da ya buradadır. Tutmaq ehtimalı daha çoxdur. Niyə görə? Heç kəs uça bilmir, amma mən deyirəm, mənim 2 dənə biletim var və mən uçuram İstanbula, Parisə və Murad digər Arif şəhərlərə. yazmış da səhv. Xeyr, Fərid Kərimlin Hə, bəstəsi. Fərid Kərimli səhv Çox sağ ol. saldım. Hə. Təklif eləyirəm ki, Ayaz Ayaz Fəridin salamı var sənə. Eşitdin. gecikmədən 2 bilet, bir dənə də Tbilisiyə aid bir mahnı. Qatarla amma. Qatarla. Qatarla. O eşitmişəm bu xəbəri. Bəli, bəli. Bəs inşallah nə vaxt öz İnşallah mayın avtomobilimizlə 26-sından gedəcək. artıq Onda o Artıq xəbəri yox, eşitmək yox, üçün bu yox. verilişə gələcək. dünən də yeri gəlmişkən 1000-dən çox bilet satılıb. Dünən bilet satışı açıq elan olunub. və Mən də 1000-dən çox istəyirəm, bilet əslində maraqlıdır. Gəlin elə biz də İnşallah gedək. gələnlə. Bu Çox il bilet maraqlıdır. qalmadı, gələnlə. İnşallah. Mahnı çıxsın Ayaz sonra. eşidək dostlar. Ayaz buyur. Gözle geleceğe heyranım. Ayaz Qasımov dostlar. Çox sağ ol. Təşəkkürlər Elşən Orucov, Çörəkli minnətdaram. mahnı. Mümkünə səni. Çox sağ ol. Təşəkkür Nə edirəm. qədər çörəkli mahnıları var, hamısını yığıb bugünkü efirdə Mən oxuyacağıq. səs verməyə yenə baxmaq istəyirəm, çünki çox Bax da, narahatam. bax. Hətta Ayazdan da fikir alacağam ki, bu gün qalib olsam ilkin dostumuza nə cəza verək. Amma xanım siz də fikir deyə bilərsiniz. 67 Səs faizi necədir? 67% mən öndəyəm. Get-gedə azalır. Öndəsən. Bəli, bəli. Mənim sualım isə Alma xanımadır. Necə müraciət elə? Alma xanım, yoxsa sadəcə olaraq Alma xanım? Əslində o qədər alma deyirlər ki, evdəkilər alma xanım bəzən yadımdan çıxır. Aha. Yaxşı, Alma xanım. Ümumiyyətlə şair Vüqar Əhmədin qızı olmaq o şəxsi imzanı yaratmağa, yəni bir Alma xanım kimi mane olmur ki? Yox, əksinə də kömək oldu. Aha. Əksinə, yəni mənim üçün yeni bir cığır açdı. Daha sonrasını özüm belə deyim, özümü inkişaf elətdirərək hər hansısa bir nöqtəyə gəlib çatdırdım. Ən çox atanız məsələn efirdə sizə nəyi irad tutur? Ki bunu eləmə qızım. Heç nəyi. Olmuyor bu ümumiyyətlə belə şey. Yox, Yeri gəlmişkən Vüqar Əhmədi salamlayırıq ürəkdən, bizim dəyərli əziz dostumuz. Salamlayırıq. Ürəkdən salamlayırıq, Allah can istedadlı sağlığı dostumuz. versin, biz də Allah can salamlayırıq. sağlığı versin. çox sağ olun. Sevirik. Bəli. Atanın şeirlərindən əzbər bilirsən Alma xanım, yoxsa Suala Əzbər baxırsan. bilirəm, mahnılarım da var. Amma şeir demək qabiliyyətim o qədər də gözəl deyil. nə bilirsən, onu bəlkə biz qərar Ya verək. özümü qiraətçi kimi hiss edirəm şeir deyəndə, ona görə Yaxşı da əslində alqışlayaq. Ay, yo. Bu imkan bir dənə var düşədə. Şeir deməyim mən. Bax. Alma xanım o qədər istedadlıdır ki, həqiqətən üzünə demək olmazsa, düz üzünə demirəm, sizə bax deyirəm. Bax belə. Ay. Yəni olur da belə arada belə Olur. musiqi ilə, Yox, o hiss ifaçılıqla tutuzdura bilməyəndə Eyb sözlə yoxdur. deyirəm. Gələn dəfə. Nəsə onu deyirdim. Adam Zəhmət. yəni janr dəyişikliyi eləyib yenə də Alma xanım adına biraz daha müsbət rəylər gətirib. Yəni düşünürəm ki, qiraətçi də ola bilər bundan sonra. Kifayət qədər rəğbət də qazana bilər. Alma xanım, niyə ehtiyat edirsiniz? Bəli, məncə də. Nə bilim. Niyə? Bir dəfə ilə, yəni pis olsa narahat Oturam olmur. bir dəfə deyərəm, sonra Yo, narahat, ondan sonra daha hər çox verişdə istəyirəm. başlayaram şeir deməyə. Artıq musiqi istəməzlər. Mahnıyyatdan çıxar. Mən fikirləşirəm Nə ki, gördünüz, sizə... şeir deyən kimi dəvət elədilər məni. Gəlin onda belə eləyək də, elə bizim verilişimizdə birinci və sonuncu dəfə. Qısa bir şey, Bir dəfə ən olub. yadınızda olan. Qısa. Aha. Çünki inanın ki, deməsəz, gedəndə atanız bunu 100% sizə irad tutacaq. Öz evimə gedirəm. Ha, belə başa düşdüm, atanın evində televizor yoxdur. Yox, onu demir, əvvəl ata Var. evinə gedirdi. Bir indi öz evə evinə gedəndə gedir. irad tutacaq. Nə sən yadınızda qalıbsa 4 bənd. Musiqiçilərimiz də bir köməkliyi göstərər.
O sözü demək qaydası var. İntonasiyasını gördün ilkini. Mən belə baxıram ki, atan günü deyir evində televizor yoxdur. Eşq olsun mənim. Sağ ol Ayaz. Və Buyurun. 4 bənd. Sakit dostlar. hansını deyim? Monitora verin daha belə pafosla belə. Monitora buyurun, monitordasınız. Yox, özümü demirəm, şeirin. Şeir sözlərini bilmirsiniz. Bilirəm, mənim mahnılarım da var, hətta Aha. atamın sözlərinə. Arzuları ifa edirəm, Brilliant xanımın repertuarından. Daha sonra Dinlə mən sevgilimi ifa eləmişəm. Özüm bəstələmişəm bir neçə dəfə. Çıxıb bəstələ deyirsiniz. Bəli, bəli. Xeyirli olsun. Çoxdan. Görürəm demək istəmirsiniz ona görə dayı çox. Yox, uzadıram ki, deməyim, görəm onlar da əl çəkir. Başa düşdüm sizi. Əl çəkdirsən, əl çək. Başa düşdüm. Mən əl Həqiqətən çəkdim. alınmır, uğursuz alınır. Məndə şeir demək. Valla. Bir dəfə demişəm. Efirdə demisiniz, Sonra yoxsa? evə getdim, baxdım. Efirdə demisiniz. Bəli, bəli, efirdə demişəm bir dəfə. Sonra getdim evə baxdım ki, bu nə gün də şeir Onda demişəm. ən Ondan yaxşısı, sonra demirəm. ən yaxşı bazardır. Ən yaxşı oxumaq. Mahnı Ən oxumaqdır. yaxşı. Almaq Buyur almaq xanım. Axtarma məni, axtarma məni, axtarma məni, axtarma məni. Otlanıb yansam da axtarma məni, peşiman olsam da axtarma məni. Otlanıb yansam da axtarma məni, peşiman olsam da axtarma məni. Çox sağ ol Musa. Ayaz Musa da musiqini çox sevir. O da dayanmadan maşallah. Nə vaxt görüşürük, harda? Maşallah. Dostlaşın O maşallah. da bagajında inşallah. sintezatoru gəzdirir özü ilə. 3 gün. Ayaz Amma məndən sonra baş verir bunlar. orada maraqlıdır. İndi var avtomobilində. Əlbəttə, bu dəqiqədə Ay var. maş. Hələ lazım deyil. Yox. Yox. Lazım. Ayaz lazım Ona deyil. görə Verişdən demirəm. sonra. Bir də bir məqamda xatırlatmaq istəyirəm ki, maşında eyni zamanda məndə nər taxta da var. Hə, yox, onu Domino da bacarmısan. var. Sən ən Yəni yaxşı narahat oxumağı olma, bacarsan. musiqi ilə səni yormayacaq. Çünki nərddə də yeri gəlmişik biz yaxşıdan nərdə oynayırıq. Yox, Elşənlə. yaxşı oxuyursan, onu deyə bilərəm. Çox sağ ol. Nərdə o qədər də Aydın, bacarsan. aydın. Yaxşı Sən da də nər- gücüm aktyor idin. Veriş sənlik deyil də. Bəs. Yaxşı da nerede oynayırıq deyilən bir şey yox da. Yaxşı ya o nerede oynayır ya da ki sən nerede oynayırsan. İkimizdən birini seçmək. Yox, İlkin, mən yaxşı tanıyır özdə. Bayaq reklam arasında dedim ki, sual var, deyərəm, eləmə, yaxşı yola getmənlər. Amma gör, Yox, mən də demirdim ki, belə manət zarafat olsun edir. içindəki Ayaz sevgisinə vermirəm. Eyvallah. Sponsorlardan danışarıq, Yaxşı. dostlar. Nərdi Amma Dominonu qoyuruq bir kənara. Bizim sponsorlarımız var və mən istərdim ki, Azled haqqında sizə bir məlumat verim. Fonda gördüyünüz məhz bu monitor da Azledə məxsusdur. Azled şirkəti Azərbaycan, Gürcüstan və Özbəkistanda sənaye tipli monitorların səs və işıq sistemlərinin, səhnə və stendlərin təmin olunması ilə məşğuldur. 2008-ci ildən iç məkan və çöl məkan LED və LCD monitorların pərakəndə topdan satışını və quraşdırılmasını, onların icarəsini, bununla yanaşı həm də proqram təminatını və texniki servisini həyata keçirilir. Bütün məhsullarına 5 ilədək zəmanət verir. Azled şirkəti dünyanın ən nəhəng LED istehsalçılarından biri olan Çanqli firmasının Azərbaycandakı ilk və tək rəsmi distributorudur. Təşəkkürlər. Azled, çox sağ olun. Digər sponsorumuz isə Sushi Home by Fərəhdir. 2019-cu ildən etibarən fəaliyyət göstərən Sushi Home by Fərəh restoranlar şəbəkəsi unudulmaz sushi dadları və yüksək keyfiyyətli xidməti ilə qısa zamanda sevilən brendlərdən birinə çevrilib. Hər halda zövq və yüksək keyfiyyəti ilə öz sözünü deyib və bu hələ son deyil. Sushi Home by Fərəh möhtəşəm kampaniyaya başlayıb. Belə ki, birinci gündən 5-ci günə kimi yalnız çatdırılmaya özəl 40 manatdan yuxarı set sifariş edənlərə Margarita pizza, 50 manatdan yuxarı sifariş edənlərə isə Hot Roll Dragon hədiyyə olunacaq. Bu fürsəti qaçırmayın. Tələsin, bir daha qeyd edeyim ki, kampaniya yalnız çatdırılma sifarişlərinə aiddir və Ağşəhər, Nizami, Həzi Aslanov və Sumqayıt ərazilərində yerləşən hər 4 filialda keçərlidir. Rahat mühit, müasir dizayn və peşəkar aşpazların hazırladığı xüsusi reseptlər bir ünvanda birləşir. Sushi Home by Fərəh. Təşəkkürlər. Təşəkkürlər, çox sağ olun. Maşallah, Biz davam qeyri-adisən. edirik. Çox sağ olun. Nur Mobilya Sən də. təşəkkür eləyirik. Nur Rəşad saçırsan, bəyə. maşallah. Və əziz dostlar, deməli belə bir rubrika fikirləşmişik. 10 dənə şəkildir. Buyurun, özünüz
seçə bilərsiniz. 5-ini siz seçirsiniz, 5-ini siz. Sizin şəkillər yoxdur orada yeri gəlmişkən. Seçin. Sonra suallarımız olacaq. Ayaz, yaxşı yadıma düşdü. O seçənə kimi bu sualı verim. Bu yaxınlarda sosialda qarşıma çıxdı. Deyəsən, faytonçu Nazim demişdi ki, Elton, Ayaz, bir də kimi demişdi, yadımdan Abbas Bağırov oxuyanda bilmirəm ki, kim oxuyur. Səsləri bir-birinə oxşuyur. 1, 2, 3. Tuta bilmədim bu yaxşı sözdür, pis sözdür, onu tuta bilmədim. Təriflədi, yoxsa? Seçim elədik. Mənim dostum Nazim qardaşıma Salamlayırıq. salamlarımı çatdıram. Böyük qardaşdır. Bizim bizdən yaşca böyükdür. Ona görə də onun dediyi necədirsə deməli düzdür. Yox, sən onu necə qəbul elədin? Mən düz qəbul etmirəm təbii olaraq. Çünki hər an bu gün artıq bəlkə illər öncə belə ola bilərdi. Amma bu gün artıq Abbas Bağırovun da, sonra Elton Hüseyn Əliyevin də, Ayaz Qasımovun da səsləri fərqlənir. Yəni repertuarlarımız fərqlidir çünki. Yəni eyni repertuar deyil ki, yəni bənzərlik olsun. Səs çalarlarında ola bilər, hansısa bir bənzərlik ola bilər. Bu da normaldır da, yəni mən elə başa düşürəm. Bir sözlə Amma səninki fikrinə hörmətlə yanaşıram. O onun subyektiv fikridir. Ayazın cavabı Bizim dostumuzu səndə oldu. efir vasitəsilə də salamlayıram Nazım. Ayazın cavabı oldu ki, düz eləyirsən, amma yaxşı eləmirsən. Yaxşı eləyirsən, amma düz eləmirsən. Ayaz, deməli məsələ nədir, Alma xanım? Sizə suallar verəcəyik və o 5 şəkildən birinə deyəsiniz ki, bu uyğun gəlir. Hərəsinin 5 sualdır. Deməli, hansı daha çox pul Şəkilləri xərcləyir? dəyişmək. 5-dən birini seçib qoyursunuz qırağa. Hansı daha çox pul xərcləyəndir sizə görə? Bu subyektiv fikrinizdir. Ola bilər ki, yəni düz gəlməyə də bilər. Qoyduq. Baxaq. Alma xanım fikirləşir ki, ən çox pul xərcləyən Teymur Əmirahdır. Ədalət Şükürovdur. Ha, Ədalət Şükürov. Ədalət Şükürovdur. Görək Ayaz nə fikirləşir? Ayaz, sənin şəklin yoxdur orada. Aha, Zamik. Zamik fikirləşir ki... Qardaş, mən də Zamiklə dost eləyirəm, pul xərclədiyini görməmişəm. Doğrudan deyirsən. Sən hardan bilirsən bunu? Zaravat eləyirəm. Yox, hərəsində biri olmalıdır, Ayaz, tələsmə. İkinci sualımız... Hə, bax, bu suala cavab vermək lazımdır. Hansı daha çox tələbatlıdır? 4-ündən birini seçməlisiniz. Sizə görə. Ayaz Qasımova görə dostumuz Abbas Bağırov. Alma xanım da fikirləşir ki, Xumar Qədimova. Əla. Aha. Üçüncünü sən ver. Bu sualı mən verə bilmərəm. Sən də elə harda qəliz sualları var. Ayazla münasibətim korlanar. Buyur. Qaldı, əlinizdə qaldı 3 Bəli. foto, düzdür? Bəli. Hansı daha tez inciyir sizcə? Aha. Nə bilim valla. Ver mənə. Aha, Ayaz Qasımov fikirləşir ki, ən çox inciyən Gülay Zeynallıdır. Niyə Ayaz? Gülay mənim əziz dostlarımdan biridir və çox belə xanımdır Bilmirəm, və bilmirəm. çox belə tiz bir xanımdır. Yəni xarakter nöqteyi nəzərindən ola bilir ki, çox xırda bir şeydən inciyə bilir Gülay. Nəsə Gülay inciyib salamlayır. səndən? Məndən yox. Hə. Bilirəm yəni xarakterini. Dostum ona Olsun, görə sənin bilirəm. fikrindir. Olsun. Kimi Alma xanım seçdiniz? necə düşünür? Mən bilmirəm deyə məcbur oldum birini. Elçin Zəfərov. Şəkildən oxşatdım Heç birini. adiyyat yoxdur. Heç adiyyat yoxdur. Çox hızlı. Ola bilsin, bu sizin fikrinizdir. Elçin və inciyən. Şəkildə elə görürsən. Ayaz deyir ki, çox üzlü adamdır. Yox. Elə dedin Ayaz. Mənim qardaşımdır, özümüz bilərik. Gör, Siz belə qarışmayın. şipşirin oğlana. O sözü Amma demək mənim olar. qardaşımdır, özüm bilirsən axı. Amma Ayaz düz Yəni deyirsən. seçim yox idi deyə Düz məcbur deyirəm. etsin seçdim. Yox, ola bilər. Sizin fikrinizdir. Amma Elçin Hə. tam əksi, yəni o qədər abırlı insandır. Həqiqətən, hə. Çox istəyirəm, Razıyam. Elçin çox böyük. Amma yaxın- həm onu da deyirsin, sən onu da Var, deyirsin. iki dənə Qardaş, sən şəkil bizə nə şəkil vermirsən ki, nə qaraq biz olanlar haqqında danışırıq. Var idi, başqa şəkillər istəmədim vermək. Eləmi, hə. Hə, indi qaldı Mən 2 sörət şəkil. tapasın. Düzdür? Bəli. Qaldı 2 şəkil. Bunlardan hansı daha çox qalmaqallarla yadda qalıb? O 2 nəfərdən biri. Kimdir o 2 nəfərdən biri? Hər hansısa birini seçməli idi. Yəqin ki, Hiss də, Ayaz, inciməzlər hiss. bizdən. Müğənni. Hiss. Hissi tanımırsan Ayaz? Röya. Şəkildə tanımadın, yoxsa ümumiyyətcə tanımırsan? Şəkildə tanımadım. Sən də qalmaqal istəyirsən, elə də onda qalmaqallı müğənnimiz olsun yaxşı. Ayaz fikirləşir ki, ən çox qalmaqal hissdə olur, amma mən indiyənə kimi hissini heç bir qalmaqalın Əksinə. hiss eləməmişəm. Niyə Olub, bu yaxınlarda arasında olmuşdu, olub. elə Elçin olan verilişdə olmuşdu.
Nə qalmaqalı? Yaxşı, qalsın sonraya deyərəm. Hansı səslə bağlı? Hə, mən sənə şəhər telefonuna zəng deyəcəm. Bildim də oxumuşdular, onunla bağlı deyirsən. Elçinin mahnısı. Çox gözəl oxumuşdu Ayaz. Aranı qatma. Aha. Alma xanım necə fikirləşir? Nadir Qafarzadə hardasa düzdür. Nadir mənim də ürəyi təmiz adamdır. Bəli, Bir də bəli. görürsüz, məsələn, ürəyindəkiləri istəmədən dilə gətirir deyə istəmədən qalmaqal yarada bilir. Emosiyaları cilovlaya bilmir. Emosiyalarını, bəli, cilovlaya bilmir. Mən də deyərdim, tam əyninədir. Öpürəm Nadiri. Və Salamlayırıq, salamlayırıq. Və sonuncu sualımız var, sonuncu sualımız. Mən istərdim ki, onsuz da bir foto qalıb Qoy, sizdə. mən Mən istərdim fotoları ki, götürüm. o 5 nəfərin içindən seçəsiniz yenidən. Ha, 5 nəfərin içində. Bəli, o 5 nəfərin içindən Nə gözəl. bu suala cavab verin Buyurun. ki, Bunlardan bunlardan mən Vasifə nə deyəcəm? Nə cavab Bəlkə verəcəm? də Vasif üçün də o sual. bəlkə elə ola bilər Ola bilər, Vasifin əyninə olsun. Bunlardan hansının mahnısını oxumaq istəyirsən? Hansını oxumaq istəyirəm? Hansının mahnısını oxumaq istəyirsən? Hansının mahnısını oxumaq istəyirsən? Alma xanım deyir ki, Ramal. Ramalın Ramalın mahnısı. bütün mahnılarını Öz yazdığı sevirəm. mahnı yoxsa repertuarından? Onlar repertuarından. Məsələn, hansısa mahnısı var deyirsən ki, bəh-bəh, bunu mən oxuyardım. Abbas Bağırov, Hansı Respublikamızın mahnı? əməkdar artisti. Hansı Necə mahnı? unudum səni? Necə Və mən onu unudum? illər öncə oxumuşdum. Abbas yenidən onu ifa eləyibdi. Salamlayıram efir vasitəsilə. Əla mahnıdır. Mən onu müsabiqədə oxumuşdum dostlar. Və çox ilk ifa elədiyim mahnılardan biri idi. Deməli Sevda xanımın bəstəsi idi. İlk ifaçısı Abbas olub o. Bəli, bəli, bəli. Aha. Get gözümdən ey vəfasız yarım. Get könlümdən ey insafsız yarım. Çalışım bircə an unudum səni. Çalışım bircə an unudum səni. Çalışım unudum səni. Necə unudum səni. Babam Vah, elə bir Elton oxuyur. Necə? Yeri gəlmişkən, Ayaz oxudsa, Alma xanım Ramallansı Mən tam mahnısını əksinə oxumaq elə istəyirəm. Ramalın bütün mahnılarını sevirəm. Məsələn, bir mahnısından bir kuplet, şeir deyil ki bu Canımın da. yarısı. Bir kuplet eşidə bilərik istə. Dirəşdi ya axıra kimi. Bax, Şeir deyil ki, axıra kimi. bacardığınız bir şeydir. Canımın yarısı Sən gedəndə səninlə gedir ruhumun qidası Başımın bəlası Gözümün qabağındadır gözlərimin qarası Bravo. Çox sağ olun. Təşəkkürlər. Hər ikinizə bir sualım var, əziz dostlar. Hər ikinizə bir sualım var. Elə birinci Buyurun. Ayazdan başlayaq. Ayaz, gənc nəslin muğamdan uzaqlaşması günahkar kimdir? Bu gənc nəslə muğamı çatdıra bilməyən sənətkarlar, yoxsa gənc nəslin özü? Bilirsiniz, çox çətin bir sualdır. Bu suala belə çox məsuliyyətlidir cavab vermək. Çünki hər kəsin öz şəxsi subyektiv fikri var. Ona görə mən nəsə deyərəm, kimsə xoşuna gəlməz, kimsə öz fikrində qaldığı halda Ayazın fikri orada biraz hardasa biraz belə müəmmalı qalar. Amma məncə elə gənclərin özündədir problem. Çünki bugün ola bilər tələbat da fərqlidir də. Bugün tələbatlar fərqlidir. Amma muğam elə bir belə deyək ki, bizim sərvətimizdir ki, istəyir gənc, istəyir yaşlı, istəyir orta yaşlı, fərq eləmir. Hər kəs sevə-sevə oxuyur. Kimin ürəyindən keçirsə ki, oxusun, oxuyur. Yəni, seçimlə bağlı artıq insanın özündən asılıdır. Məsələn, kimsə onu məcbur eləyə bilməz ki, yoxsa muğam oxumalısan və yaxud da sırf mahnı janrı oxumalısan. Düşünürəm ki, kifayət qədər bugün məlumatlıdır hər kəs muğamdan. Elə deyilmi? Yəni, istənilən məlumatı bugün istər YouTube platformasından, istər digər vasitələrlə, televiziyalarımızda çox gözəl bir şəkildə təbliğat gedir. Bilirsiniz ki, Azərbaycan Dövlət Televiziyasında daha çox muğam müsabiqələri keçirildi və bununla əlaqədar olaraq bütün, hətta muğamı bilməyən insanlar belə o müsabiqəyə qatılmaq üçün bir canfəşanlıq etdilər və bir çoxları artıq Azərbaycanın hal-hazırki belə deyək, dövrdə ən çox sevilən xanəndələridirlər, sənətkarlarıdırlar. Ona görə də mən elə bilirəm ki, insanın özündən asılıdır. Bu gün əgər maraq azalıbdırsa, onlar özləri gərək maraq etsinlər. Biz onu heç belə deyək də təbliğatını edirlər də zaten. Televiziyada da təbliğatı gedir dediyim kimi. İfaçılarımız da elə burada əyləşən Alma xanım da gənc olmasına baxmayaraq muğamı da kifayət qədər gözəl ifa eləyir və digər gənc ifaçılar da var ki, mən deyərdim ki, əslində
əvvəlki illərə nisbətdə daha çox indi muğama tələbat var İlkin Mən də qardaşım. şimdi elə fikirləşirəm İlkin. Məncə Çünki indi məsələn toy şənliklərində Daha belə çox dəbdədir. daha çox söhbət dəbdədir. Gənc nəsil deyəndə, yəni gənc nəsil mən ifa edənləri nəzərdə tutmurdum. Yəni dinləyənləri nəzərdə tuturdum. Tamaşaçılar, hə. Tamaşaçıları nəzərdə tuturdum. O artıq tamaşaçıların əlbəttə ki öz seçimləridir. Biz kiməsə məcbur eləyənlər ki, yox, ancaq muğama qulaq asın. O da olmur da. Yəni bugün bilirsiniz başqa bir dövrdəyik. Yəni biz heç kəs də qınaya da bilmirik. Amma qınayıram o kəsləri ki, əgər bugün inkişaf eləmiş bir ölkədə yaşayırıqsa, dünya inkişafdadır. Bugün artıq süni intellekt dövrüdür. Yəni bu dövrdə də hələ də zövqsüz mahnılar, zövqsüz söz toplusuna müraciət edən və onu dinləyən insanlar var. Mən məhtəl qalıram və sadəcə olaraq bir mənalı olaraq mənim fikrim çox pisdir buna qarşı. Çox pis yanaşıram və son dövrdə bilirsiniz bir neçə mahnı çıxdı. Sadəcə bir ürəyimdən gələn səs birdən o idi ki, ayıb olsun. Başqa şey demədim. Biz əsas odur ki, Ayaz zövqlü mahnılar eşitmək istəyirik və dostlar Ayaz Qasımovdan gözəl bir mahnı. Varlığındır benim təbəssümüm. Ayaz Qasımov dostlar, çox sağ olun. Ayaz, Çox sağ olun. Təşəkkürlər. Çox sağ olun Mən dostum. təşəkkür edirəm. Çox sağ olun. Biz səs faizlərimizə baxaq. Səs faizinə baxaq çünki vaxtımız Mən də narahatam nəsə. çox az qalıb. 70% Elşən, 30% İlkin və sonuncu dəfə səsi göstərəcəyik. Vaxtımız azdır. Dostlarımızla artıq Yenə 70-i. sağollaşmalıyıq. Cəzalardan cəza bəyan. Bu necə 70 Ayaz, səndə yaxşı ideyalar olar. Bir cəzalardan bir şey desən. Sən bilirəm ki, məsələn... Nə cəza ilkinə? Bəli, bəli. Mənim ürəyim gəlməz. O mənim qardaşımdır. Mənim Sən nə tər ürəyin gəlir? xalam qızıdır, mənim də qardaşımdır. Hər halda artıq bilinir. Son dəfə verin. Son Əziz dəfə dostlarım, verin. Görürük də qardaşın üçün nələr eləyirsən də. Görürsən, belə qardaşlıq olur. İndi görsən Bu qardaşlıq olmadı, İndi yoldaşlıq mənim oldu, heç o da cəzama deyil. baxın. Çox sağ olun dostlar, təşəkkür eləyirəm. Çox sağ olun. İndi mənim cəzama baxın. Aha. Deməli, baxmayaraq ki, 20 ildən çoxdur İlkin dostumu tanıyıram. İlkin, indiyənə kimi doğrudan mənim haqqımda nə yaxşı belə fikir, status paylaşmamız. İstəyirəm bax gələn həftə Instagramda şəklimi qoyub bir şirinlik statusu paylaşasan. O qədər şirinlik eləyərsən ki, İlkin baxım sənə deyim ki, ətin tökülsün. Belə də yox da. Necədir? Hə? Misal üçün hansı cümlələrlə şirinlik? Canımın yarısı, nə bilim oradan gir. Ramalı mahnısından başla. Ramalı mahnısından gir. Şipşirinlə çıx. Döngədə Ayaz Qasımovla Ayaz rastlaşasan. Qasımovda ortada bir o nə deyirlər, oynayırsan onu. Ortada da İstanbula 2 dənə bilet alırsan. 2 dənə bilet alarsan. Yaxşı. Çox sağ olun əziz Başa dostlarımız. Siz də sağ olun, Sizi minnətdarım. görmək xoşdur. Qarşılıq. Təşəkkür edirik. Mən çox şad oldum. İstəyirəm icazə verirsinizsə bir iki Tamam, kəlmə buyur. də sizin haqqınızda deyim. Çünki mənim üçün çox əzizsiniz hər ikiniz, İlkin də, Tamam, Elşən də. qarşılıqlı da əziz. Mən sizə minnətdaram. Həmişə olduğu kimi diqqətli olmusunuz. 20 il ərzində, 20 ildən çoxdur artıq. Dostluğumuz, qardaşlığımız var və bu illər ərzində biz həmişə bir-birimizə qarşı ən böyük belə yüksək hörmətlə münasibət göstərmişik. Mən hər birinizə can sağlığı arzulayıram. Təşəkkür edirəm. Ayaz Qasımov dostlar. Həssi olmaz. Minnətdaram. Çox sağ olun. Ayaz, çox sağ ol hər Çox şey sağ ol. üçün, xoş sözlərin üçün. Biz sənin belə deyək də, həmin o yenilənməni səbirsizliklə gözləyirik. İnşallah, mütləq. Həm zahiri görünüşdə, həm yeni Elə niyə belə repertuarda. geniş göstərdin? Bəzən kamera çəkəndə elə görsən. Yaxşı, həm zahiri görünüşdə, həm yeni Onu repertuarda. elə. İlkin, sən 20-nin nöqtəsini qoydun artıq. Mən sənə dedim axı bu o deyil. Odur. Cəzanı mən səninlə bir yerdə Gələn həftəyə mütləq Və bu gözləyəcəm. verilişdə qoyula bir yaxşı mənada mən ona görə dedim ki, yenilənməni görsünlər tamaşaçılar. Ona görə məhz bugün həm də təklifinizi qəbul edim, dəvətinizi qəbul edim. Təşəkkür edirəm. Gəldim və çox sevindim Qoyla ki, sizi yenilənmə gördüm. bu verilişdən Bəli, başlasın. növbəti dəfə inşallah daha gözəl bir şəkildə belə daha Növbəti dəfə olmayacaq, amma yenə də. İnşallah. İnşallah. Sizə təşəkkürlər. Çox sağ olun. Alma xanım, çox sağ olun. Mən də təşəkkür edirəm. Çox Amma xoş ilə oldu dəvət sizdən. elədiyinizə görə də xüsusilə Bəli, təşəkkürlər. həmçinin. Musiqiçilərimizə də, tamaşaçılarımıza da, bizə Var olun. baxan hər kəsə təşəkkür Çox edirik. xoş Çox sağ olun. Qonaqlarımızı ürəkdən alqışlayaq. Gələn həftə görüşürük. Gecəniz xeyrə qalsın. Sonda Alma xanımdan gözəl bir mahnı gəlir. Yadımda Gecəniz xeyrə qalsın. Sağ olun. Verilişi Azlet Event LED monitor həlləri və Sushi Home by Fərəhin sponsorluğu ilə təqdim etdik.